2010-cu ildə Şamaxıya pilot layihə gəlmişdi. O layihə çərçivəsində biz Qazi ailəsi olduğumuza görə bizə də təklif olunmuşdu. Arı ilə bağlı məşğul olmaq istədiyimizi maraqlanmışdılar ki, məşğul olmaq istəyirsə sizə layihəyə qoşulun. O vaxtdan götürdü, 14 arı ailəsi götürmüşdü. Hal-hazırda əlimizdə 70 arı ailəsi var. 70 arı ailəsinə baxırıq. Arıdan arı südü götürürlər, gül tozu götürürlər, güləm deyirlər, mumlar götürürlər, dərəmum deyirik biz, dərəmum götürürük. Min bir dəridən dərmanı olur. Təlimlərimiz çox maraqlı oldu, effektli oldu. Ələxüsus təlimçimiz Ağa Məhəmməd müəllim bizə çox savadlı, bilikli təlimçi olduğuna görə bizə də o savadın, biliyinlə istifadə eləməyimiz üçün şəraitlər yaratdı. Məsələn, artıq gəlirimiz olması üçün, xərclərimizin azalması üçün, qrup şəklində işləməyimizi bizə məsləhətlər gördü. Arıçılıqla məşğul olan qadın fermerlər var ki, həmin fermerlərlə birləşərək məhsulumuzun tərkibi bir olan məhsulları birləşdirərək onları brendləşdirmək olar. Brend formasında daha yaxşı gəlir əldə etmək olar. Onu məsəl üçün biz öyrəndik. Bu günləri qadınların inkişafı dövlətin inkişafıdır, xalqın inkişafıdır, ailənin, gələcək nəslin inkişafıdır. Xanımlar nə qədər inkişaf eləsə, dövlət inkişaf eləyər. Bu kimi layihələrdə iştirak etməyə istəyən xanımlara çağırışımız o olardı ki, qətiyyən çəkinmədən çox fəal şəkildə bu layihələrə qoşulsunlar. Çünki bu layihələrdə iştirak etməklə onlar öz ailələri ilə yanaşı icmalarına, regionlarına, yaşadıkları əraziyə böyük bir fayda gətirmiş olacaqlar və öz aralarında bir şəbəkələşməyə nail olacaqlar. Bu gün onların şəbəkə şəklində fəaliyyət göstərməsi bu layihənin həm də davamlılığını təmin edir və onlar qarşılıqlı şəkildə bu layihənin nəticələrindən fayda götürürlər.